Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli televiziya tamaşaçıları, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Dəyərli tamaşaçılarımız, biz bugünkü verilişdə Quran nəzərindən təqvalı və sədaqətli insanlar haqqında söhbət edəcəyik. Elə verilişimizin mövzusu da bundan ibarətdir. Və çox gözəl bir mövzudur bu. Həqiqətən də sədaqətli və təqvalı olmaq gözəl və dəyərli əxlaq səciyyələrindən sayılır və inşallah mən ümidvaram biz bu verilişdə siz əzizlərimizə gözəl anlar və xoş dəqiqələr yaşadaq. Bəli, əvvəldə qeyd etdiyim kimi biz istəyirik Quran nəzərindən görək sədaqətli və təqvalı insanlar kimlərdir. Əlbəttə, Allah Teala Quranda təqva barəsində Allah Teala'nın çox gözəl bir ayəsi var. İnnəmə əkrəməkum indəllah ətqakum. Allah yanında sizin ən əziziniz, sizin ən təqvalınızdır. Allah bizləri təqvalı insanlardan qərar versin və həmçinin biz Yusuf Peyğəmbər salamullah əleyh barəsində Quranda belə bir ayə oxuyuruq ki, Yusufu əyyuhəs-siddiq. Allah Teala Yusuf Peyğəmbəri Siddiq ünvanında çağırır və sadiq bir Peyğəmbər kimi bəşəriyyət aləminə tanıtdırır. Amma həmişə olduğu kimi istərdim studiyamızın bugünkü qonağını siz əzizlərimə təqdim edəm. Bugünkü qonağımız gözəl ilahiyyatçımız Hacı Əfqan Muradovdur. Hacı, öncəliklə sizə xoş gəldin deyirəm və sizi ürəkdən salamlayıram. Mən təşəkkür edirəm. Mən də sizə salamlayıram və əziz tamaşaçılarımıza da dəyərli vaxtlarının bizim üçün sərf etdiklərinə görə təşəkkürümü bildirirəm. Onların ümumiyyətlə İslama görə, dinimizə görə olan sayğılarına, hörmətlərinə, ehtiramlarına mən öz qəlbimdən gələn dərin təşəkkürlərimi izhar edirəm və onlara öz salamlarımı, əziz mümin müsəlman bacı qardaşlarıma öz salamlarımı öz tərəfimdən yetirirəm. Və bütün zəhmət çəkənlər üçün də təşəkkürümü bildirirəm ki, bu verilişlərə hazırlayıblar və bizi danışmaq üçün dəvət ediblər. Bəli, çox sağ olun. Mən də minnətdarlığımı bildirirəm sizə ki, bizim dəvətimizi qəbul edib gəlmisiniz. İstərdim ilk sualımı belə verəm ki, Quran ki, biz müsəlmanların müqəddəs bir kitabıdır, səmavi bir kitabıdır. Quranda təqvalı və ya sadiq insanlar, Allah Teala Quranda təqvalı və ya sadiq insanları necə vəsf etmişdir? Bu haqda əziz tamaşaçılarımızı məlumatlandırsaydı çox gözəl olardı. Bismillahirrahmanirrahim və bihi nəstəin. Ya Allah, ya Rəhman, ya Rəhim. Həmişəlik olaraq Quran mövzusu bizim söhbətlərimizin əsas mövzusu ünvanında, mənbəyi ünvanında həmişəlik olaraq qeyd olunmalıdır. Ona görə ki, Quranın bəşəriyyət aləmində təqribən əgər biz də Qurandan danışmasaq, demək olar ki, Qurandan danışacaq ikinci bir şəxsiyyətlər, ikinci bir sənət adamları, ikinci bir kimsə bunu danışmayacaq. Yəni ona görə də bizim həmişəlik mövqeyimiz verilən suallara görə Qurandan cavab verməkdir ki, Quranla bizim dinləyicilərimizin, bizim tamaşaçılarımızın, daha doğrusu həm tamaşaçılarımızın, həm dinləyicilərimizin yüksək dərəcədə məlumatları, vəzifəsini yerinə yetirməyə müvəffəq ola bilək. Məsələn, belə bir fikir yarana bilər ki, niyə həmişə Qurandan danışırlar? Ona görə mən Qurana əvvəlcədən, sözümə başlamazdan qabağa, Quran barəsində istəyirdim ki, bunu qeyd edəyəm ki, demək olar ki, mənim izlədiyim verilişlərdə tamaşaçılara, özüm bir tamaşaçı olmuşam mən, həmişə bunun azlığını görmüşəm ki, Quran barəsində az danışılır və az deyilir. Və buna görə də siz suallarınız ki, Quran nöqteyi nəzərindən məndən soruşursunuz, bu daha çox mənim fikrimə uyğundur, düşüncələrimə uyğundur və ürəqimin arzusu budur ki, həmişə elə Qurandan mənə sual versinlər, Qurandan soruşsunlar. Həmin bu sədaqət və təqvallıq barəsində məsələn, Quranın özündə Allah Teala və mən əstəqu minəllah həditha. Allah Teala özü haqqında belə buyurur ki, söhbətlərinin sədaqətinə görə, doğruluğuna görə kim Allahdan çox səbirli, sədaqətli ola bilər?
Çünki Allah Taala öz sədaqətlidir və o sədaqətli olmağı bütün bəndələri üçün Quran nöqteyi-nəzərindən əmr eləyir, tövsiyə eləyir və xüsusilə bu barədə peyğəmbərlərin və kanə sadiqəl vəd, peyğəmbərlərin doğruçu olmasın, doğru danışmalarını xüsusi olaraq qeyd eləyir və möminlərin əsas göstəricisi sədaqət və doğruçuluq olmasını qeyd eləyir. Hətta Peyğəmbər həzrətlərindən soruşanda ki, müsəlman hansı günahları eləyə bilər? Bəzi günahları ki, Peyğəmbər həzrətlərindən sallallahu aleyhi və səlləm soruşurlar və Həzrət Peyğəmbərimiz buyurur ki, mümkündür ki, müsəlman bəzi günahları eləsin. Amma soruşurlar ki, müsəlman yalan danışa bilər. Peyğəmbərimiz buyurur ki, müsəlman yalan danışa bilməz. Başqa günahları deyəndə Peyğəmbər həzrətləri buyurdu ki, ehtimalən, güman ki, mümkündür. Müsəlman digər günahlar barəsində soruşurlar, bir neçə günah olar, mən adlarını demirəm. Amma deyəndə ki, yalan danışa bilər, Peyğəmbər həzrətləri buyurdu ki, müsəlman qeyri-mümkündür yalan danışsın. Həm müsəlman olsun, həm yalan danışsın, bu mümkünsüzdür. Ya o müsəlman olmur, ya yalan danışmasın. Və Quran nöqteyi-nəzərindən də Allah Taala Ulaikəllədinə sədəqu və ulaikəhumul muttəqun, onlardılar doğruçular, onlar təqvalılar. Yəni kimlərdir? Bax, doğruçular və təqvalılar kimlərdir sözünə görə Quranın Bəqərə surəsinin 177-ci ayəsindədir. Bu ayənin tərcümə və təfsirindən bizim üçün bu əyan olur ki, bu aşkarlanır ki, hər bir müsəlmanın qəbul edəcəyi əqidə və onun əməllərinin necəliyi barəsində. Məsələn, əvvəlində belə başlayır, Ləysəl birrə ən tüvəllu vücuhakum qibələl məşriq vəl məğrib. Yəni, üzü məşriqə ya məğribə çevirmək yaxşılıq əlaməti deyildir. Yəni, Quran birinci nöqtədə, yəni o adamlar ki, öz qiblələrinə görə özlərini üstün görmək istəyirlər, burada Yahudilərdən, Nəsranilərdən, ya qeyri, məsələn, müsəlmanlardan söhbət olunur. Yəni, yaxşılığın əlaməti hələ üz məşriqə ya məğribə çevirməklə özünün üstünlüğü görməyə çalışmıyor. Çünki və lillahil məşriqü vəl məğrib. Elə məşriq də, məğrib də Allaha məxsusdur. Rəbbül məşriqəyni və Rəbbül məğribəyn. Ya Ər-Rəhman surəsində Allah təala buyurur ki, Allah iki gün çıxanın, iki məşriqin, iki məğribin Allahıdır. Ya məsələn, başqa ayələrdə var ki, Rəbbül məşariqi vəl məğarib. Allah məşriqlərin və məğriblərin Allahıdır. Yəni, həm bunun Quranda biz tək halda görürük, həm bunu təsniyə, yəni ikilik halında görürük, həm də eyni zamanda cəm halında görürük. Demək, biz ki, məsələn, bəzən vaxtda fikirləşirik, görsən bu iki məşriqin, iki məğribin Allahına təfsirində çalışırıq biz. Amma Quran buyurur ki, nəinki iki dənə, bir dənə məşriq, bir dənə məğrib, iki dənə məşriq, iki dənə məğrib. Allah məşriqlərin və məğriblərin Allahıdır. Yəni, sizin üzünüzün sadəcə gün çıxana ya gün batana olması hələ bu yaxşılıq əlamətləri və nişanəsi deyil. Yəni, insanlar arasında bəzən vaxtda çox kiçik bir şeylərlə özlərinin üstünlüyünü göstərmək istəyirlər. Məsələn, şeytanın özünün gətirdiyi dəlillər kimi. Ondan soruşanda ki, o zaman ki, əmr olundu ki, mələklərə səcdə eləyir, ma mənəkə əllə təssüdə iz əmərtük. Sənə nə mani oldu? Bütün mələklər əmrə tabi olduqları halda, səcdə elədikləri halda, sən bu əmrdən, Allahın bu əmrindən imtina elədin, boyun qaçırtdın. Əstəkbərtə əmkuntə minəl aliyin. Sən özü böyüklərdən, ucalardan mı sanırsan? O dedi ki, ənə xeyrun minhu. Cavabında deyir ki, ənə xeyrun minhu. Mənim ona səcdə eləməməqimin dəlili, mən ondan yaxşıyam. Nə ilə yaxşısa ondan? Xələqtəni min narin və xələqtəhu min tin. Məni oddan yalnızca on torbaqdan. Yəni, çox adi bir şeylərlə bəzən vaxtı insanlar özlərinə üstünlük götürmək istəyirlər. Milliyyətləri ilə, irqləri ilə, coğrafi ərazisi ilə, danışdıqları dillərlə, üzlərini hayana çevirməklə. Bu məsələlər heç bir zaman insanlar arasında İslam nöqteyi-nəzərindən böyüklük və əzəmət sayılmayıb. Amma Allah Taala bu ayədə böyüklük nədir, əzəmət nədir, yaxşılıq nədir, sədaqət nədir, təqva nədir? Allah öz bəyəndiklərini bizim üçün bu ayə vasitəsilə buyurur və insanları da belə olmağa dəvət edir. Ulaikəllədinə sədəqu ki, ayənin axırında qeyd olundu. Yəni, bu ayənin əvvəlindən biz mümkün qədərində söhbətlərimizin vaxtı, imkan verdikcə bu barədə biz danışacaq və onun əvvəlində ki, qeyd elədim ki, yaxşılıq hələ məşriqə ya məğribə tərəf
o üzüyü çevirmək demək deyil. Və lakinnəl birrə. Yaxşı, bu məlum oldu ki, yaxşılıq məşriq və məğrib tərəfə baxmaq deyil. Bəs onda yaxşılıq nədən ibarətdir? Və lakinnəl birrə. Allah Teala yaxşılığı bizə izah edir. Yəni, siz istəyirsiniz ki, doğrudan da yaxşı adam, yaxşı bəndə, yaxşı mömin olasınız. Bunun göstərilsin Allah Teala və lakinnəl birrə. Və lakin yaxşılıq bundan ibarət ki, mən amənə billah. Birinci növbədə yaxşılığın göstəricisi Allaha iman gətirməkdir. Əgər bir adam Allaha iman gətirməyib, yaxşılıq barəsində nə onun özünün danışma haqqı yoxdur, nə başqalarının ona yaxşı demək haqqı yoxdur. Çünki Allah Teala o insanlar ki, Allaha iman gətirməyib, onları yaxşılar cərgəsində görmür. Əgər Allah Teala ona iman gətirməyənləri yaxşı kimi qəbul etmirsə, bizim də haqqımız yoxdur Allaha qəbul eləməyənləri yaxşı mənasında təqdim eləyək, onları yaxşı mənasında biz xalq səsi tanıtdıraq. Və lakinnəl birrə mən amənə billah. Birinci növbədə Allahın tanınması, Allaha tanımaq, Allaha mərifət birinci növbədə gəlir. Hətta namazdan əvvəl bir dənə məsələ var, o da mərifətdir. Namazdan əvvəl heç bir bizim zəruriyyatımız yoxdur. Amma bir dənə məsələ var ki, əvvəl mərifət, sonra namaz. Bəli. Əvvəlcən Allahu tanıyasan, sonra namaz lazım. Bəli, çox gözəl hacı. İnşallah irəliyən dəqiqələrdə sualı kamil şəkildə cavablandırarsınız. Amma arada qısa bir fasilə var əziz tamaşaçılarımız. Fasilədən sonra verilişimiz davam edəcək. Bizdən ayrılmayın. Bəli, əziz tamaşaçılarımız, verilişimiz davam edir. Xatırladım ki, qonağımız gözəl ilahiyyatçı Hacı Əfqan Muradovdur. Buyurun, Hacı sizi eşidirik. Mən bu ayəyə nəzərən, yəni bu ayənin doğrudan da deyimləri bizim üçün bir növ, yəni sifarişləri, bizim üçün göstərişləri bu çox geniş bir mənadadır. Yəni mənim ürəyim bunu istəyirdi ki, həmşəri olaraq elə bir dinləyici tapılsın ki, bunu axıra qədər dinləyə bilsin, qulaq asa bilsin. Həqiqətən də mənim özümün ürəyimdən gələn bir arzudur və bu arzuma görə də mən istəyirəm ki, bu ayələri mümkün qədərində, yəni birə izahlı şəkildə deyə bilim ki, sadəcə məsəl üçün bir ünvan kimi onu göstərəndə, təkcə onun adını deyəndə o qədər də izahlı olmur. Çalışıram ki, o sözlərə ayənin haqqını ödəmək istəyirsiniz. Ayənin haqqı yəni mümkün qədər yəni ödənsin, mükəmməl olsun. Burada deyilir ki, və lakinnəl birrə mən amənə billah. Bu sözdə yəni və lakin məsələn yaxşılıq mənasında ki, insanlar arasında bəzi yaxşılıqları məsələn özləri qiymətləndirirlər ki, sadə bir şeylərlə, dəyərsiz bir şeylərlə özlərinin böyüklərini görmək istəyirlər. Amma məsələn gəlirsən Quran nöqtə nəzərindən insanların yaxşıları kimlərdir? Onları bizim üçün Allah Teala və lakinnəl birrə mən amənə billah. Və lakin yaxşılıq odur ki, birinci mənada insan gərək Allahın tanısın. İnnəni ənəllah fə'budni və əqimislatı li-zikri. Allah Teala Musa peyğəmbərlə o zaman ki səs xəlq eləyirdi və həmin səsin vasitəsilə Musa peyğəmbərlə danışırdı. Öz Allahlığını la ilahə illa ənə fə'budni. Birinci növbədə Musa peyğəmbərlə Allah Teala o yaratdığı səs vasitəsilə ki o vasitələ ki danışırdı. Birinci mənada Musa peyğəmbərdən olunan tələb bundan ibarətdir ki, fə'budni. Allaha sən bəndə ol günan, Allahı tanı günan. Yəni birinci Allahın tanınması məsələsi ilk növbədə bizim İslam dininin və Qur'anın bizə öyrətdiyi ən zəruri etiqadi məsələlərdəndir. Yəni birinci növbədə la ilahə illallah. La ilahə illallah kəlməsindən üstün bir kəlmə yoxdur. Ən ali kəlmə la ilahə illallah kəlməsidir. Ona görə Allah Teala buyurur ki, və lakinnəl birrə mən amənə billah. Ya Həzrəti Yusuf peyğəmbərin surəsində inni tərəktu millətə qavmin la yu'minə billah və hum bil axirətihum kafirun. Məsələn, Yusuf peyğəmbərin dilindən Quranda ayə var Yusuf surəsində ki,
biz tərk eləmişik. İnni tərəktu millətə qavmin la yu'minə billah. Allaha inanmayan millətləri biz tərk eləmişik. O insanlar, o millətlər, o xalq ki, Allah tanımır, Allaha iman gətirmir. Yusuf Peyğəmbərin sözünə əsasən inni tərəktu millətə qavmin la yu'minə billah. İman gətirən insanlar, iman gətirməyən insanlarla, Allah tanımayan insanlarla, bax Həzrət Yusuf Peyğəmbərin deyimi formasında inni tərəktu millətə qavmin la yu'minə billah. Allaha iman gətirməyən insanların heç bir dəyəri ola bilməz bizim yanımızda. Və hum bil axirətum kafirun, və onlar ki, axirət gününə kafir olublar. Yəni məbdə və onun sonluğu, yəni başlanğıc və onun sonluğu, yəni Allaha etiqad birinci mərhələdə gəlir, məbdə və məad, yəni başlanğıc və son. Yəni əvvəl Allahın tanınması və qiyamət gününə etiqad. Ya məsələn, elə Həzrət Yusuf surəsində başqa bir ayə var ki, Allah Teala buyurur ki, onların çoxu və ma əksərün nas və ləv hərəstə bimuminin, insanların çoxları iman gətirməyəcəklər. Əgər sən onların hamısının çoxsunun iman gətirməyinə həris olsan da belə. Yəni, belə məlum olur ki, yəni, Peyğəmbərlər ilkin mərhələdə insanların imanı barəsində düşünürlər, fikirləşirlər. Onların ilk əmri Allah tərəfindən alıblar. Məsələn, Peyğəmbər həzrətlərinin ilk şüarı bundan ibarətdir. Əyyuhənnas, qulu la ilahə illallah tuflihu. Yəni, birinci Allaha iman, birinci mərifət. Bütün məsələn bizim klassiklərimizdə, şairlərimizdə də birinci mərhələdə Allah barəsində mərifət babında şeir deyiblər. Məsələn, Seyyid Əzim Şirvaninin mərifət babında dediyi şeir Firdun bəy Köçərlinin ən məsələn mənim ürəyimə yatan, belə mənim kimi insanların Allah tanımaq istəyən, Allah tanıyan insanların ürəyinə yatan bir qəzəldir ki, mərifət babında yazılıb. Ey nur-i samavatı zəmin gərçi nihansan, əmma nəzəri arif-i danada əyansan. Batin gözülə yox səni görməkdə qüsuri, zahir gözü görməz səni əlbəttə nihansan. Zatun eləyib cümlə əşya təcəllə, Musa gözünə turi həqiqətdə əyansan. Bir Adəm-i İsa'ya deyil nəfxey ruhin, aləm hamı qalib sən ol qalibə cansan. Kəssön nəzər-ü feyzüvü bir ləhsə cahandan, nabud olu aləm sən ona ruhu rəvansan. Gəh badı səba tək verirsən gülşələr örnək, gəh soldurursan gülləri sən badı xəzansan. Və s. bunun ardınca yəni deməqim elə biraz vaxtı çox aparar. Ona görə da görürsən, məsələn, Seyyid Şirvani ey nur-i samavatı zəmin gərç nihansan. Əvvəlin mərhələsindəki başlayır ki, Allah tanıma barəsi şeir yazsın, Allah tanıma barəsində. Ya məsələn, Əvədinin Camicəm əsərində de ki, o Allahdır, onun sözüdür, alqışa sənayə layiq özüdür. O təkdir, qeyris tək ola bilməz, həmişə mövcud doğmaz, törəməz. Adı haqq əhlinə gün tək əyandır. Və bu şeirlərin, məsələn, bu şairlərimizdən misallar göstərirəm. Ya məsələn, Quranda, məsələn, Musa Peyğəmbərin qövmü Musa Peyğəmbərə nə deyir? Deyirlən nömünə hətta nərəllaha cəhrətən. Sən bizə Allahı aşkar göstərməyənə qədər biz Allaha iman gətirməyəcəyik. Görürsən, məsələn, iman məsələsi birinci növbədə bütün insanların həyatında birinci mərhələdə yanır. Yəni, biraz öncə bir ayət oxudunuz, Allah Peyğəmbərə buyurur, hərəstum, əgər sən... Və ma əksərun nas və ləv hərəstə bi müminin. Sən ürəqin çox istəyir ki, insanlar hamısı imana gəlsinlər. Amma bununla belə ki, sən hamının imana gəlməyini istəyirsən, amma hamının imana gəlməsi mümkün olmayacaq. Buna oxşaş bir ayəmiz də var ki, siz keçən verilişlərdə də oxudunuz ki, Allah Teala Peyğəmbəri buyurur ki, sən əgər nə qədər istəsən də ki, onlar hamısı hidayət olsunlar. Bəli. Amma onlar hamısı hidayət olmayacaqlar. Ya məsələn, başqa ayədə üzr istəyirəm. Ya başqa ayədə məsələn var ki, və ləqəd zərənə cəhənnəmə kəsirən minəl cinni vəl-ins. İnsanların və cinlərin çoxu cəhənnəm əhlidir. Bu günləri məsələn mən bu ayələri deməyə bilərdim. Ancaq bu ayələri niyə görə mən deyirəm? İnsanlar arasında belə fikir yaranır ki, güya hamının imana gəlməsi, hamının hidayəti olması elə məsələn mümkün vəziyyətdir. Amma bu günləri biz buna təbii baxmalıyıq. İnsanlar arasında bir qism adamların iman gətirməsi, bir qism adamın hidayəti olması və bir qism adamların olmaması Quran nöqtə nəzərindən də Allah Teala buyurur ki, hamı imana gəlməyəcək. Hamı sən deyən çağırışı qəbul eləməyəcək. Yəni biz bu günlərin möminlərin qədrini bilməliyik. Yəni o insanlar ki, mömindilər, yəni belə məlum olur ki, mömin insanlar, məsələn, Ayətullah Dəstəğeyev ağanın bir kitabı var, elə biləm 72 sual adında kitabdır. Orada məsəl üçün o Ayətullah Şəhid Mehrab alim yazır ki, deyir ki, dünyanın
yox, kainatın daha doğrusu. Deyir ki, hər bir nəc ki Allah yaradıb, onların hər birisinin bir dəyəri var, bir qiyməti var. Kainat da Allahın yaratdıqlarındandır. Və bu kainatın da özünə görə bir qiyməti olmalıdır. Görəsən bu kainatın qiyməti nədir? Deyir, bir dənə mömin. Yəni bir dənə insan ki Allaha iman gətirib, bütün kainatın qiyməti o bir dənə adamdır. Fəqət Allah Teala buyurur ki, əgər mənim yaratdıqlarımdan bir nəfərin mömin olsaydı, bu yaratdıqlarımın hamısının əvəzə kifayət eləyərdi. Hətta hədislərimizdə var, möminin ehtiramını saxlamaq Kəbədən üstündür. Bəli. Möminin bir daha. Bəli, möminin məsələsinin haqqında məsələsinin Quranda var ki, və mən yəqtul möminən mütəammədən fəcəzzauhu cəhənnəmü xalidən fiha. Əgər bir nəfər qəsdən bilərəkdən haqsız, günahsız yerə bir mömini qətlə yetirsə, o əbədi cəhənnəm əhlidir. Hansı ki, əbədi cəhənnəmləri kafirlər üçün verilir. Yəni, kafirlərdən başqa o adamlar ki, möminə əl qaldırırlar, möminləri öldürürlər, onlara kafirlər kimi əbədi cəhənnəm əhlidirlər. Və mən yəqtul möminən mütəammədən fəcəzzauhu cəhənnəmü xalidən fiha. Həmişəli qalacaqlar. Mömini qətlə yetirən insanlar cəhənnəmdən çıxması yoxdur. Quranın ayəsindən, zahirindən biz beləncə anlayırıq. İndi təfsir sahibləri necə bunu izah edirlər, təfsirlərə baxmaq lazım. Amma ayənin zahiri mənası bundan ibarətdir. Məsələn, Allah təala buyurur ki, "Vəlakinnəl birrə mən amənə billah." Və lakin yaxşılığı əgər su bilməzsə nədir? Birinci mənada sən kainatın sahibini tanımırsan, ona sən etiqad eləmirsən, sən ona iman gətirmirsən və adı da qoyursan ki, mən yaxşıyam. Yaxşılığın əlaməti Xaliqin tanınması, Xaliqin bu kainatın vəziyyətində, bunun sani olmasında, yəni bunun düzəldilməsində, qurulmasında sən ilkin dəfəsində onun sahibini tanımırsan, onun sahibini daha doğrusu tanımaq istəmirsən, onun sahibinə sən laqeydsən, əhəmiyyətsiz yanaşırsan, sən necə yaxşılıq adını əldə edə bilərsən? Və lakinnəl birrə mən amənə billah. Bu mənada yəni artıq istəyirəm ki, o bir mərhələlərə keçsəm, ona görə bu barədə daha çox danışmağa hesab edirəm ki, ehtiyac yoxdur. İkinci mənada Allaha və lakinnəl birrə mən amənə billah vəl yevmil axir. İkinci mənada insanların qiyamət gününə etiqadıdır. Məsələn, mən bu günlər bəzi cinayətlərin, məsələn, şahidi oluram, məsələn, televiziya vasitəsilə bəzi cinayət işləri, məsələn, göstərirlər. Orada, məsələn, mən baxıram, görürəm ki, bu adamların əgər bir zərrə qədər də qiyamət gününə etiqadları olsaydı, bu adamlar bu cinayəti eləməzdilər. Yəni, insan bilsə ki, mən bu elədiyim əməllərə mən bir günləri cavab verəcəm, heç vaxt o adamlar bu cinayətə getməzdilər. Əgər biz etiqadımızda Allaha və qiyamət gününə yəqin etməsi bizim imanımız kamil deyil. Amma İmam Rəhmətliyin kitabında var ki, buyurur ki, bu yəqin olmalı, müsəlmanlar yəqinən Allaha və qiyamət gününə etiqad eləməlidirlər. Amma əgər bunu ehtimal belə versəydilər, yenə insanlar bu qədər günah eləməzdilər. Təsəvvür edin ki, məsələn, onun izahında yazır, deyirlər bir gecə vaxtında, məsələn, gecənin qaranlığında bir nəfər istəyir yola çıxsın, harasa getmək üçün, bir evdən başqa bir evə getmək istəyir. Mütləqən, məsəl üçün, bu adam özlüyündə fikirləşir ki, gecənin qaranlığında ola bilər, vəhşi heyvanlar olsun, yolda mənim üstümə, məsəl üçün, gələ bilərlər. Məsələn, mənə hər hansı bir xəsarət verə bilərlər, əlinə bir daşdan, ağacdan götürür. Ehtimal verir, hələ bilmir ki, doğrudan da bunun qarşısına vəhşi yırtıcı gəldi, ya gəlməyəcək. Ehtimal nəzəriyyəsinə görə əlinə bir dənə ağac götürür. Nətər ola bilər ki, bir adam desin ki, mən Allaha və qiyamət günə inanmışam və qiyamət günü üçün heç bir hazırlıq görməsin. Hətta adam ehtimal belə versə ki, qiyamət günü olacaq, hansı ki, bu yəqin olmalı. Çünki innə saatə atiyyətun, la rəbə fiyha və ennəllaha yəbəəsu mən fil qubur. Quran ayəsidir. Həmin gün həmin saat gələcək, heç şək yoxdur onda. Və həmin vaxtda insanlar hamısı qəbirdən diriləcəklər. Bu yəqindir. Amma əgər insanlar hətta ehtimal belə versəydilər ki, qiyamət günü olacaq, yenə indikindən çox diqqət eləyədilər qiyamətin gününə, əməllərinə diqqət eləyədilər və günah eləməkdə bunu qədər günah eləməzdilər. Bəli. Çox sağ olun, Hacı, minnətdarlığımı bildirirəm. Əziz tamaşaçılar, qısa bir fasilədən sonra yenidən birlikdə olacağıq. Bizdən ayrılmayın. Əziz tamaşaçılar, bir daha xoş gördük sizləri, verilişimiz davam edir. Hacı
Buyurun, sizi də eşidirik. Bizim yəni bu danışıqlarımızda, yəni biz dedik ki, sədaqətli və təqvalı insanların göstəriciləri, axı bu sözlər çox böyük sözdür. Bunu az sözlərlə tamamlamaq qısa bir zamanda çox çətin məsələdir. Ona görə mənim bu qədər yəni izah eləməyimin mənası bundan ibarətdir ki, mümkün qədərində bu məsələlərə açıqlama gəlsin və təqvalı və sədaqətli insanlar, yaxud da əksinə sədaqətli və təqvalı insanların Quran nöqteyi nəzərindən kimliyi həqiqətən də bizim axı taleyimizin xoşbəxt və ya məsələn bir növ yəni xoşbəxtlikdən kənar zəmində tamamlanmasının böyük mənada bu sözlərə çox bağlılığı var. Yəni insanların səadəti deyilən çox böyük sözdür bu söz. Yəni insanların səadəti əgər bu sədaqət və təqva ilə ölçülürsə, məsələn Həzrət Yusuf peyğəmbərdən qardaşları soruşanda ki, sən bu məqama nə ilə çatdın? Həzrət Yusuf peyğəmbər deyir: "İnnehu men yettaqi və yasbir fe innallaha la yuzi'u ecrel muhsinin." Həzrət Yusuf peyğəmbər kimi insan ki, o mərtəbəni əldə edib, o mərtəbəni iki dənə məsələ ilə tamamlayır. Deyir: "İnnehu men yettaqi və yasbir." Kim təqvalı oldu və səbirli oldu, dözümlü oldu, mübariz oldu, qorxmadı, çəkinmədi, mübarizədən yayınmadı, tənbəllik eləmədi və s. və s. xoşa gəlməyən cəhətlərdən, xüsusiyyətlərdən kənar oldu. İnnehu men yettaqi və yasbir fe innallaha la yuzi'u ecrel muhsinin. İnsan ki təqvalı oldu, səbirli oldu, sədaqətli oldu, Allah da insanların yaxşı əməl edən insanların yaxşı əməllərini zayi eləməz. İnnallaha la yuzi'u ecrel muhsinin. Ona görə bizim bu söhbətlərimiz yəni bir növ qısa sürədə tamamlana bilmir. Səbəbi bundan ibarətdir ki, mövzunun özü böyüdür və bu insanların xoşbəxtliğinin və səadətinin göstəricisidir. Səadət və xoşbəxtlik hər bir insan arzusudur. Ona görə də bu az sözlərlə şübhəsiz ki, qotara bilməz. Yəni ona görə də bu sözlərdən bizim uzun-uzadı mövzunu danışmağımızın sirri səbəbi söhbətə yəni bir növ yəni çalışırıq ki, mümkün qədər çox aydınlıq gətirək ki, bu sözlər insanlar arasında məchulluqdan, naməlum olan tərəflərdən yəni ayrılsın. Və lakinnəl birrə mən aminə billah. Keçirik indi məsələn ayəyə ki, birinci növbədə yaxşılığın meyarı, ölçüsü, göstəricisi, mizanı nə oldu? Rəmzi nə oldu? Mən aminə billah. Birinci növbədə Allaha iman gətirmək, ondan üstün bir dənə yaxşılıq ola bilməz. Ən əvvəlinci yaxşılıq insanlar arasında Allah tanımaq və Allah tanıyan insanlardılar. Yəni bu insanların göstəricisi birinci növbədə ən əla mərtəbədədir. İkinci növbədə nə gəlir? İkinci növbədə vəl yevmil axir və eyni zamanda ki, başlanğıca ki, məbdəyə ki, iman gətirdi, məad. Yəni insanlar son günə, məhşər gününə, yevmül hesaba, yevmüddinə etiqadları olsun. Vəl mələikə, insanlar inanmalıdırlar ki, yaxşı insanların göstəricilərindən biri budur ki, Allaha və qiyamət gününə etiqad eləyəndən sonra vəl mələikə, mələklərə etiqad eləsinlər. Onlara etiqad nə üçün lazımdır bizim üçün? Çünki mələklərə etiqadımızın olması, o da bizim zəruri dinimizdəndir. Əgər bizim mələklərə etiqadımız olmasa, Qur'anın bir çox ayələrindən mələklərdən söhbət gedir. Əgər mələklərə insanın etiqadı olmasa, demək mələklərlə bağlı olan ayələrə də insan etiqad eləməyəcək. Məsələn, onda Həzrət Cəbrəili tanımayacaq. Həzrət Cəbrəili tanımayanda onda Allahla, Peyğəmbər olan vasitəni tanımayacaq. Və digər mələkələr ki, onlar bir dənə söhbətimizin vaxtı imkanı nəzərə alıram da, olub bu arada çox genişləndirmirəm. Yəni, mələkələr deyəndə, bu mələkələr Allahın görəcəyi işlər üçün bir vasitədir. İnsanlar xüsusilə Allaha və qiyamət gününə etiqad edəndən sonra mələklərə etiqad eləməlidirlər. Vəl kitab və Allah tərəfindən gələn kitablara etiqad eləməlidirlər. Çünki yaxşılığın əlaməti. Əgər biz görürük ki, məsələn, Qur'anı danırlar, Peyğəmbərimizi inkar eləyirlər. Məsələn, Allah Teala Quranda buyurur ki, onlar ki, əhli kitabdılar, əllezine atəhnəm kitabə ya'rifunəhu kəma ya'rifunə əbnaəhum. Onlar Peyğəmbəri tanıyırdılar öz övladların, öz oğlanların tanıdıqları kimi. Yəni, Peyğəmbəri tanıdıqları halda onu inkar elədilər. Qur'anın haqq olan bir kitabını tanıdıqları halda onu inkar elədilər. Yəni, kitabı inkar eləmək, kitabın göndərənin inkar eləməkdir. Yəni, kitabı inkar eləyəndə, mələkəni inkar eləyəndə, mələkəni xəlq eləyib Allah, kitabı göndərib Allah. Əgər mələkəni və kitabı sən inkar eləyirsən, yenə də sənin imanın kamildir. Yenə sənin iman gətirməmişlərdən sayılırsan. Çünki birinci növbədə yaxşılıq Allah tanımaqdır, qiyamət gününə etiqaddır və ondan
ondan sonra mələkə və kitablardır, Allah tərəfindən gələn kitablardır, səma kitablarıdır. Bunlara da etiqad eləməyin sənin yaxşılıq ünvanındadır. Çünki bunu inkar eləmək Allahın özünün inkarına qayıdır. Mələkəni inkar eləmək Allahın inkarına qayıdır. Kitabı inkar eləmək Allahın inkarına qayıdır. Ona görə də bunlara da iman gətirmək yaxşılıq nişanlarından sayılır. Və nəbiyyin, peyğəmbərlərə iman gətirmək, onlar da yaxşılıq. Çünki peyğəmbərlər demirdilər ki, biz öz başına gəlmişik. Deyir, inna ərsəlnəkə, biz səni göndərmişik. Quranda neçə ayələr var ki, Allah Teala peyğəmbərə buyurur ki, biz səni göndərmişik. Biz səni göndərmişik mənası, yəni bundan ibarət ki, bir adam öz başına peyğəmbər ola bilməz. Bir adam öz başına peyğəmbərlik iddiası eləyənməz. Əgər bir adam öz başına peyğəmbərlik iddiası eləsə, bu peyğəmbər olanməz. Peyğəmbərin əsas göstəricisi budur ki, gərək o Allahın tərəfindən təyin olunsun və Allahın tərəfindən göndərilsin. Və kitabın Allah tərəfindən göndərilməsi kitabın əsas göstəricisidir. O kitab ki, insanlar tərəfindən yazılır, gətirərsən öz yazdığın kitabı, necə məsələn Quran ayəsi var ki, yəktubuna biəydihim sümmə, öz əllərindən yazdılar, sonra dedilər ki, haza mini indillah, bu Allahın tərəfindəndir. Allah təala niyə onları məzəmmət eləyir? Və Allah təala niyə lənətləyir? Onların aldıqlarına görə, o pul ki, nə ki aldılar o Allahın kitabına, bəzi əlavələr elədilər və dedilər ki, bu Allahın tərəfindəndir. Allah təala lənətləyir yazdıqlarına görə və aldıqlarına görə. Və bir kitabın insan tərəfindən yazılı Allaha aid olanmaz. Kitabın əsas göstəricisi budur ki, inna nəhn nəzzəlnə zikri və inna ləhu ləhafizun. Necə peyğəmbər üçün inna ərsəlnəkə göndərdiyi kitabındadır ki, inna nəhn nəzzəlnə zikri. Biz göndərmişik bu kitabı və inna ləhu ləhafizun. Biz də əlbəttə onu qoruyub saxlayacaq. Yəni həm kitabın göndərilməsi, həm peyğəmbərin göndərilməsi Allah Teala özünə aid eləyir. Deyir ki, kitab da mənə aiddir, peyğəmbər də mənə aiddir. Ona görə də bu kitaba və peyğəmbərə, mələkələrə iman gətirməyin hamısının imanı qayıdır Allaha iman gətirməyə. Yəni bizdən Allahı qəbul eləyər deyə mən Allahı qəbul edirəm, peyğəmbəri qəbul eləmirəm. Allah Teala belə bir imanı qəbul eləmir. Nəyə görə? Çünki peyğəmbəri inkar eləmək Allahın özünün inkarına qayıdır. Məsələn, Sure-i Bəraətdə Əuzubillahimineşşeytanirracim İstəğfirləhum, əvla təstəğfirləhum, in təstəğfirləhum 70 mərrətən fələn yəğfirəllahu ləhum. Ya Peyğəmbər, sən bir qism adamlar var, onlar üçün məndən bağışlanmaq istəyəsən, ya məndən bağışlanmaq istəməyəsən, fərqi yoxdur. Sən mənə ya xahiş elə onların bağışlanması üçün, ya xahiş eləmə. İn təstəğfirləhum 70 mərrətən fələn yəğfirəllahu ləhum. Əgər sən onlar üçün məndən 70 dəfə də bağışlanmaq istəsən, onlar bağışlanmayacaqlar. Nəyə görə? Çünki onlar səni inkar eləməklə məni inkar elədilər. Məsələn, dünyəvi həyatımızdan misal gətirək. Məsələn, bir ölkə başqa bir ölkəyə səfir göndərir. O səfir göndərilən ölkədə qəbul olunmur, təhqir olunur. Hər hansı formada ondan nalayiq, nadürüst formada rəftar olunur. Əslində bu səfirlə olunan bu rəftarın hansı tərəfə qayıdışı var? Həmin ölkə ki, onu göndərmişdi. Əslində o ölkəyə hər hansı formada nadürüst və xoşa gəlməz bir əxlaq nümunəsi kimi sayılmalıdır. Çünki səfir öz başına gəlməyib ki, Rəsul sözünün də ərəb dilindən tərcüməsi elçi və səfir mənası verir. Yəni Rəsulullah Allahın yəni səfiri, Allahın yəni elçisi. Bir adam Allahın tərəfindən gəlib. Əgər onu sən qəbul etməsən, elə Allahın özünü də qəbul etmiş sayılmırsan. Birinci mərhələdə o sədaqətli və təqvalı insanların mənəvi xüsusiyyətlərinin, ideoloji cəhətlərinin, inanclarının, üsulü etiqadını, yəni nəyə inanmalıdır? Yaxşı insanların əsas göstəricisindən ibarətdir. Onu birinci növbədə biz qeyd elədik və təkrarən onları mən tez-tez olaraq məsadalayıram. Və lakinnəl birrə mən amənə billah, yaxşılıq mənasında Allah buyurur ki, birinci Allaha iman gətirməkdir, qiyamət günə iman gətirməkdir, mələkələrə iman gətirməkdir, Allah tərəfindən nazil olan kitabların əslinə iman gətirməkdir və eyni zamanda peyğəmbərlərə iman gətirməkdir. Bax, bu birinci mərhələmiz üçün bizim yaxşıların və təqvalıların göstəriciləri kimi elə bilən sözümün birinci hissəsi üçün bunu tamamlamaq üçün elə bilirəm ki, mövzumuz kifayət eləyə bilər. Çox sağ olun, Hacı. Təşəkkür edirəm və böyük minnətdarlığımı bildirirəm sizə. Bəli, əziz tamaşaçılarımız, artıq sağollaşmaq vaxtı gəlib çatdı. Sağ olun, gələn görüşlərə dək.